təhsil sistemi baxımından Finlandiya dünyanın ən yaxşı ölkəsi sayılır. Ölkədə təhsil tamamilə pulsuzdur və hər kəsə bərabər şərtlərlə təqdim olunur. Universitetlərdə tədris sistemi isə iki yerə ayrılır: standart və politexnik. Standart məktəblər daha çox nəzəri dərslərə, politexnik məktəblər isə praktik tətbiqlərə yönəlmiş təhsil verir. İmtahanlar laboratoriyalarda və tədris sahələrində praktik təcrübələrlə keçirilir. Bu cür tədris üsulu biliklərin sadəcə kağız üzərində oxunaraq deyil, birbaşa yaşanaraq öyrədilməsini təmin edir və şagirdlərin yaddaşında qalıcı olur. Ölkədə 9 illik məcburi təhsil mövcuddur və özəl məktəb anlayışı yoxdur. Dərs saatları isə yalnız gündəlik 3-4 saat, həftəlik isə maksimum 20 saatdır. Üstəlik, şagirdlər bütün günü məktəbdə keçirmədikləri kimi evdə dərs oxumalarına yönəlik tapşırıqlar da verilmir. Onlara riyaziyyat və biologiya dərslərindən əvvəl fəlsəfə və məntiq dərsləri keçirilir. Uşaqlar məktəbdə özlərini ev mühitində hiss edirlər və sinif otaqlarına ayaqqabılarını çıxararaq girirlər. Buradakı məqsəd uşaqlara təməl elmlərdən əvvəl sağlam əxlaq və davranış qaydalarını öyrətməkdir. Finlandiya məktəblərində yetişən uşaqlar cəmiyyətə təvazökar, hörmətli, dəqiq və sözünün üstündə duran fərdlər kimi daxil olurlar.